Balakən rayon icra hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən geniş miqyaslı əməliyyat keçirilib. Kanal 21-in əldə etdiyi məlumata görə, əməliyyat korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı aparılıb. Əldə olunan ilkin məlumatlara əsasən saxlanılanlar arasında Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rızıyevlə yanaşı bir neçə vəzifəli şəxs də var. Onların arasında icra başçısının müavinlərinin, o cümlədən rayonun baş memarı Tahir Rəcəbovun da olduğu bildirilir. Hazırda saxlanılan şəxslərə qarşı korrupsiya xarakterli cinayət əməlləri ilə bağlı istintaq tədbirləri aparılır. Əməliyyatın detalları və saxlanılanların tam siyahısı hələlik açıqlanmayıb. Bəs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan İslam Rızayev kimdir? İslam Vahidoğlu Rızayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. O 1988-ci ildə Leningrad Maliyyə İqtisadi İnstitutunun Bakı filialını bitirib və əmək fəaliyyətini Göyçay Maliyyə İdarəsində böyük iqtisadçı kimi başlayıb. Sonrakı illərdə Vergilər Nazirliyində, Azərqaz Qapalı Səhmdar Cəmiyyətində və SOCAR-ın Audit Departamentində müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildən Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışan İslam Rızayev Yeni Azərbaycan Partiyasının üzvüdür. Onun ailəli və 3 övlad atası olduğu bildirilir.